Hər vaxtınız xeyir, dəyərli izləyicilərim. Bugün sizə Zabrat qurumuna yaxın Love Plaza restoranının yaxınlığında, yəni məşhur yerləri deyirəm ki, əzizlərim, birinci ev hardadır? Magistrala çox yaxın, ümumi 4 sot torpağın içində yerləşən bərli bəzəkli bu gözəl evi sizə təqdim edirəm. Bəh, 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 əzizlərim, bəzəkli gəlindir. Bu evdə yaşayan ən aşağısı gərək 150 il yaşayaq. Əzizlərim, həyətdə gördüyünüz kimi belə yaşıllığı, bisetkası, manqalnisi, özdə yəni yay, qış, yəni burada oturmaq lazım. Şüşələri elə qəşəngdir ki, yəni qışda da oturmağa. Burada görürsünüz yay mətbəxi yenə, ümumiyyətlə mətbəx, təndirxanası, hazır çörək pişirməyə. Həyət üçün sanuzeli. Əzizlərim, evimiz 7 otaqdan ibarətdir. Sənəti evində, torpağında qupcası, paket qupca. Əzizlərim, belə qəşəng, təmiz evlər görəndə ürəyim açılır. Çox qəşəng evdir, indi inşallah gələndə də görəsiniz. Kim alsa Allah xeyrini versin. Yer istif oldu. Evdə işlənən materialların hamısı bahalı materiallardır. Bura bizim mətbəximiz yenə. Burada yenə bir otağımız. Burada sanuzel, duş kabinası da var. Əzizlərim, indi də gedək evimizin 2-ci mərtəbəsi ilə tanış olağın. Əzizlərim, ev qoşadaşla tikilib, 1-ci mərtəbədə yerdən bir 6 daş hündürdü. Bura evimizin 2-ci mərtəbəsidir. 2-ci mərtəbədə balkona çıxış var. Əzizlərim, bura ailə yataq otağıdır. Burada yenə bir yataq otağımız var. Bura 2-ci mərtəbə üçün sanuzel. Burada yenə belə bir uşaq otağımız var. Bura ailə otağı yenə. Burada bizim balkonumuz. Çox qəşəng evdə əzizlərim. Kim alsa Allah xeyrini versin.